O, həm incəsənət, həm də ki, idmanın boccia növü ilə məşğul olur. Söhbət bugünkü müsahibimiz Xəyal İslamovdan gedir. O, uşaqlıqdan əzələ zəifliyi diaqnozu ilə böyüsə də, bu onun həyat eşqini söndürmədi. Əksinə, öz bacarıqlarını kəşf edərək sənət və idmanda böyük uğurlar qazandı. 50, məndə 13-14 yaşdan sonra başlayıb zəifləmə. Elə bir mərhələli olaraq 24 yaşadan, ondan sonra arabada oturmuşam. Düzü 3 il məsələn çox çətinlik olub. Ondan sonra yavaş-yavaş getdikcə, gördükcə, elə bil məndən ağrı yoxdur. Məsələn, dostlarla, tanışlar, orada yoldaşlar qazandım özümə. Ondan sonra yavaş-yavaş cəmiyyətə uyğunlaşdım. Salyan rayonunda doğulan və uzun illər orada yaşayan Xəyal deyir ki, Bakıya gəlmək onun həyatının dönüş nöqtəsi olub. Yoldaşlar, dostlar dedi ki, Ramanda belə bir yer var, gənc əllərin peşə reabilitasiya mərkəzi. Sənədlərimi verdim, 3-4 ay gözlədim. Orada rəssamlıq kursuna qəbul olundum. Oranda bitirdim 2015-ci ildə. Bakıda olduğu müddətdə boccia idman növü ilə tanış olan əngəlsiz dostumuzun uğurları da elə bundan sonra başlayır. Bu idmanla məşğul olmaq ona mübarizə aparmağı və qələbənin dadını yaşamağı öyrədib. Əvvəl deyirdim, görəsən mən də bacara bilərəm. Uşaqlar dedi ki, gəl. Nəsə, birinci çempionatda iştirak edə bilmədim. Sonra İlham müəllim gördü məni, bizim Boccia İdman Federasiyasının baş məşqçisidir. İlham müəllim dedi ki, gəl məşğul ol sən də, bacaracaqsan. Elə yəni tanışlığım Boccia İdman növü ilə o vaxtdan oldu. Düşünməzdim ki, hansısa bir idmanla məşğul olacam, nə vaxtsa olacaq, müəyyən ölkələrə gedəcək, dövlətimizi təmsil edəcək, bayraq qaldıracaq, himni səsləndirəcək. İlk dəfə beynəlxalq yarışım ölkə xarici 2019-cu ildə oldu. Xorvatiyada, Zaqrebdə. Orada komanda şəklində 3-cü yer qazandıq, 1-ci medal. 2022-ci ildə ən böyük uğurum Hollandiyanın Veldhoven şəhərində Dünya Boccia oyunlarında qızıl medalım. İdmanla yanaşı Xəyal hazırda xalça eskizləri və vitraj ustası peşələri ilə də məşğul olur. Sənətə olan sevgisi onu rənglərin sehirli dünyasına aparır. Burada o, duyğularını ifadə edir. Xalça eskizlərində qədim ənənələrlə müasirliyi birləşdirir. YouTube-da nəsə izləyirdim videolar, vitrajı gördüm orada, vitraj sənəti. Dedim, görəsən eləyə bilərəm bunu. Sənətləri verdim Dost İnkluziv İnkişaf və Reabilitasiya Mərkəzinə. Artıq bir ildir burada çalışıram. Əvvəl məsələn, Ramanda olanda adi bir çərçivə alırdım, onun şüşəsinin üzərində işləyirdim. Elə bilirdim, elə bundan ibarətdir. Sonra bura gələndən sonra sağ olsun, məsələn, təlimçilərimiz, Kəmalə xanım, pano üzərində, sonra boşqab üzərində müəyyən işlər görmüşəm. Bir xalça eskizi ilə də tanışlığım oldu mərkəzdə. Eyni sənətdir, eyni naxışlardır, xalça naxışlardır. Hər ikisi də rəssamlığın bir qoludur. Yəni ki, orada da naxışlarla işləyirəm, burada da xalçada işləyirəm, gəlib o xalça eskizin naxışları, onlar gəlib bu vitraj sənətində də işləyirəm. Hər ikisini çalışıram bərabər öyrənim. Xəyalın həyat yolu sübut edir ki, istək və əzm olduğu zaman heç bir maneə insanı arzularına çatmaqdan saxlaya bilməz. O, öz uğurları ilə bir çoxlarına nümunədir.